Salam əziz şagirdlər. Bugünkü dərsimim qrammatikadan prepositionlardır, yəni söz önləri. Bilirik ki, söz önləri 4 cürdür. Zaman bildirən, yer bildirən, yəni yer, məkan bildirən söz önləri vardır. Üçüncü növ söz önləri istiqamət bildirən, dördüncü növ isə mücərrədlik bildirən. Əziz şagirdlər, ən çox istifadə olunan söz önləri ilə tanış olaq. Demək olar ki, 1-ci sinifdən 11-ci sinifə qədər ümumiyyətlə buraxılışlarda düşən ən çox istifadə olunan söz önləri bunlardır. 10, üzərində deməkdir, üstündə deməkdir. Əşyanın üzərində, hansısa bir əşyanın üzərində, üstündə deməkdir. Bilirik ki, şaquli olan, yəni divarda, stolun üstündə və yaxud qutunun üstündə hər hansı bir nəyisə üzərində olarsa, buna on deyirlər. Məsəl üçün, the rabbit is on the box. Dovşan qutunun üzərindədir. In içində, içərisində deməkdir. In həm zaman bildirən, həm də yer, məkan bildirən söz önüdür. Yer, məkan bildirən söz önü olduqda böyük obyektlərin və yaxud da kiçik obyektlərin içərisində, içində deməkdir. The rabbit is in the box. Dovşan qutunun içindədir. The rabbit is in the box. O və üzərindən, üstündən deməkdir. Hər hansı bir əşyanın üzərindən, üstündən. Məsələn, the rabbit jumps over the box. Dovşan qutunun üzərindən tullanır. Və yaxud da Novruz bayramında uşaqlar tonqalın üzərindən tullananda the children jump over the bonfire. Uşaqlar tonqalın üzərindən tullanır. Under, altında. Hər hansı bir əşyanın altında. Məsələn, stolun, ağacın, qutunun altında mənasını verir. The rabbit is under the box. Dovşan qutunun altındadır. But the carrot is on the box. Lakin kök qutunun üzərindədir. Dovşan qutunun altında, under the box. Kök qutunun üzərində, on the box. In front of, qarşısında. The rabbit in front of the box. Dovşan qutunun qarşısındadır. Yəni önündə, qarşısında dayanıb. Behind, arxasında. The rabbit is behind the box. Dovşan qutunun arxasındadır. Behind, arxasında. Əziz şagirdlər, arasında həm between, həm də among prepositionları arasındadır. Fərqləri ondan ibarətdir ki, between iki şəxs və iki əşyanın arasında, among isə çoxluq arasındadır. The rabbit is between plants. Dovşan bitkilərin arasındadır. Between, arasında. Beside. The rabbit is beside plant. Dovşan bitkinin yanındadır. Near, yaxın. Near, yaxın. The rabbit is near the carrot. Dovşan kökün yaxınlığındadır. Near, yaxınlıqda, yaxın. Far, uzak. The carrot is far the rabbit.
Kök dovşanın uzaqlığındadır. Far, uzaq. Above, yuxarısında. Yuxarısında. The bird is flying above the house. Quş evin yuxarısında uçur. Above, yuxarısında. Below, aşağısında. Below, aşağısında. The dog is lying below the table. İt stolun aşağısında uzanıb. Up, yuxarı. Climb up. Yuxarıya dırmaşmaq. Climb. Up, yuxarıya dırmaşmaqdır. Deməli, up, yuxarıdır. The squirrel climbs up the tree. Dələ ağacın yuxarısına qalxır. Down, aşağı. Down, aşağı. Fall down, aşağı düşmək. Aşağı yıxılmaq. Across, qarşı tərəfə keçmək. Across. Into, içinə. Daxil olmaq mənasındadır. Into. Məsəl üçün, I put my books into the bag. Mən kitablarımı çantanın içərisinə yığıram. Yəni into içərisinə deməkdir, içinə deməkdir. Turtles də bu tısbağa da öz qınının içinə girir. Out of, içindən çıxmaq. Həm də içərisindən götürmək mənasında da olur. Through, içindən keçmək. Jump through the ring. Halqanın içindən keçmək. Around, ətrafında. Walk around, ətrafında gəzmək. Around. Along, boyunca. Along, çay boyunca, budaq boyunca, yol boyunca. Along, boyunca. Əziz şagirdlər, öncə qeyd etmişdim ki, among çoxunun içərisində deməkdir. Yəni burada balıqlar çoxdur. Ona görə də among the fish deyə bilərik. Balıqlar çoxluq mənasında burada götürülür. 1, 2, 3, 4 balıq olduğuna görə burada çoxluqdur among. Opposite, opposite, qarşı qarşıya. The frogs sit down opposite. Qarşı qarşıya deməkdir. Yəni üz-üzə. Opposite, qarşı qarşıya. Yəni üz-üzə. Şəkildə göründüyü kimi qurbağalar bir-birlərinin üz-üzünə, qarşı qarşısında dayanıblar, oturublar. Opposite, qarşı qarşıya. Next to, yanında. Next to, yanında. Quşlar bir-birinin yanındadır. Next to. İndi isə to preposition haqqında deyək. To, a-ə, ya-yə deməkdir. The rabbit is going to the carrot. Dovşan kökə sarı gedir. At, the fox is at the cave. Yanında dadə deməkdir. Tülkü mağaranın yanındadır. At, yanında. The bird is flying from the tree. Quş ağacdan uçur. From, dan deməkdir. With, lalə ilə. The puppy is playing with the kitten. Balaca küçük bir bala pişiklə oynayır. With, lalə ilə deməkdir. Əziz şagirdlər, bu tip videoların davamının gəlməsi üçün sizə maraqlı olan qrammatik qaydaların çox asanlıqla öyrənilməsi üçün kanalıma abunə olub like atmağı unutmayın. Bye bye.